Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, bu gecə bütün gecelerden daha üstün ve hayırlı olan Kur'an'ın nazil olduğu, mələklərin yeryüzünə endiği ve sübh açılana kadar salamın, əmin amanlığın hökm sürdüğü o mübarək gecəyə, Qədir gecəsinə şahidlik edirik. Bu gece Allah Taala'nın bəndələrinə sonsuz mərhəmətinin ve kəramətinin en büyük nişanələrindən biridir. Qədir gecəsinin əzəməti ondadır ki, uca yaradan bu gecəni 1000 aydan daha üstün və əzəmətli qərar vermiştir. Təsəvvür edirsinizmi? Təqribən bir ömür boyu, hardasa 80 ildən yuxarı ibadət etmək savabını qazanmaq fürsətini Allah bir gecədə öz bəndələrinə vermiştir. Bu əzəmət, bu gecədə nazil olan müqəddəs kitabımız Quran-ı Kərimin əzəmətindən qaynaqlanır. Belə bir müqəddəs kitabın yer üzünə nüzulu təbii ki, bütün zamanları aşan bir ucalığa malikdir. Bu gecenin fəziləti isə hüdudsuzdur. Bu gecə duaların müstəcab olduğu, tövbələrin qəbula yetişdiyi, ürəklərin cilalandığı bir zaman və məkan deməkdir. Bu gecə Həzrət Ruh, Cəbrail əleyhissalam başda olmaqla bütün mələklər yer üzünə enerler. Onlar zamanənin imamı başta olmaqla hər bir ibadət edənin, hər bir tövbə edənin, hər bir oyaq qalan insanın yanına gələrlər və həmin şəxslərə salam ərz-ədəb edərlər. Beləliklə də yeryüzü mələklərin nuru ilə işıqlanar. Məhz bu kəramət Allah Təbarək və Teala'nın öz bəndəsini nə qədər sevdiyini, nə qədər uca tutduğunu, nə qədər əziz bildiyini nişan verir. İnsan bu gece Allah'ın rəhmət dənizine qərq olar. Bu gecenin xüsusiyyətləri və mənəviyyatı çox dərindir. Qədir gecəsi bizlərə öyrədir ki, zamanın qədrini bilək. Bir anlıq ibadət, bir anlıq dua, bir anlıq tövbə, bir anlıq düşüncə, bir ömür səadətinə, dünya və axirət səadətinə bərabər olur bəzən. Bu gecə bizə ümid aşılayır. Allah'ın rəhmətindən və bağışlanmağından heç vaxt naümid olmamağı öyrədir. Bu gece hem de müminlerin emiri Hazreti Ali Aleyhisselam'ın sübh çağı ibadet vaktında mescitte dünyanın en xəbis, en yaramaz, en alçaq, məlun şəxs olan İbn-i Mülcəm tərəfindən zərbətlənən gecəsidir. Bu gece Hazreti Ali Aleyhisselam'ı dua ve ibadetlerimizde yad edip hatırlarken Ramazan ayında şehadete yetişmiş Seyyid Ali ağamızı da unutmayak. Allah dualarımızı kabul etsin inşallah.